Salamlar dəyərli izləyicilərimiz. Bugün eynəklərdən və eynəklərin yaratdığı diskomfortdan danışacağıq. Hansı hallarda eynəklər diskomfort yarada bilir? Ümumiyyətlə eynəklər iki məqsədlə təyin olunub. Bu, görmə qabiliyyətini yüksəltmək və göz yorğunluğunu aradan qaldırmaq üçün. Əgər gözünüzdə görmə qüsurları, refraktiv qüsurlar varsa, təyin olunan eynəklər görmənizi rahatladar və dəqiqləşdirər. Bu zaman heç bir çətinlik yaranmaz. Lakin bəzi hallarda aşağı dərəcəli zəifliklərdə, aşağı dərəcəli hipermetropiya, stigmatizm zamanı göz yorğunluğu aradan qaldırmaq üçün bir eynəklər təyin edirik. Adətən pasiyentlər eynəkdə və eynəksiz çox fərqi hiss etmədikləri üçün eynəklərdən imtina edirlər. Amma bu eynəklər uzun zaman, yaxında göz işi zamanı, telefonlar, gadjetlər, kitablar istifadəsi zamanı bizə faydalı ola bilir. O baxımdan eynəklərin istifadəsi olduqca vacibdir. Sıra hallarda, əgər eynəklərdə diskomfortunuz varsa, bu eynək diametrinin düzgün seçilməməsi ilə bağlı ola bilər. Belə ki, adətən uzağa, geniş diametrdə eynəklər, yaxına isə daha dar çərçivələr təyin edilməlidir. Bir sıra hallarda hipermetropiya deyilən müsbət nömrələrimiz var ki, bu hipermetropiya zamanı hətta müsbət 3, müsbət 5 dərəcələr olduqda belə pasiyentlərin uzağa görməsi 100% ola bilir. Lakin bu insanların yaxında göz işi zamanı tez yorulmalar, göz ağrıları, baş ağrıları baş verə bilir. O baxımdan təyin olunan eynəklər sırf yaxın görməni yaxşılaşdırmaq üçündür və daimi istifadə etməyə bilərsiniz. İstənilən halda eynəklə bağlı hər hansı bir diskomfort varsa və ya da eynəklərinizdən imtina etmək istəyirsinizsə, mütləq göz həkiminizlə məsləhətləşməlisiniz ki, gələcəkdə ciddi bir fəsadlar yaranmasın. Gözlərinizin sağlamlığı biz göz həkimləri üçün çox önəmlidir. O baxımdan gözləriniz bizdə olsun.